Ümumiyyətlə, Ramazan ayında, mübarək ayda iftar süfrəsi vermək, oruç tutanları iftara dəvət eləmək çox böyük savabı olan əməllərdən, işlərdən biridir. Sualda qeyd olunur ki, mən iftara dəvət elədiyim insanlar arasında əgər oruç tutmayan varsa, onları da dəvət eləyə bilərəm, yoxsa yox? Təbiidir ki, oruç tutmayanın da bu süfrədən istifadə eləməsinin heç bir eybi yoxdur. Əksinə, əxlaqi cəhətdən daha da yaxşıdır ki, o əgər üzürsüz səbəbə görə oruç tutmursa, o da məsələn bu cəmiyyətlə, oruç tutanla bir yerdə vaxtlarını keçirdiyinə görə bir növ onların ab-havası, onların aurası mənəvi müsbət ona təsir qoya bilər və o da inşallah tutmursa üzürsüz səbəbə görə yəqin ki, inşallah oruç tutar. Yəni, oruç tutmayana da oruç tutanlarla birlikdə dəvət eləyib iftar verməyin heç bir eybi yoxdur. Əksinə daha da yaxşıdır.